Qeyrətli bacılarımız, qeyrətli qardaşlarımız, qeyrətli blogerlərimiz, Azərbaycan xalqı sizlərə səslənirəm. Baxın, görün nə cürə yaşayıram. Baxın. Baxın, bu da mənim pilləkənimdir. Baxın. Görün nə cürə yaşayıram. Hamamıma baxın. Qeyrətli analarımız, qeyrətli qardaşlarımız. Görün mən nədən tuş düzəltmişəm, ay qardaşlar, ay analarımız, qeyrətli qardaşlarımız. Görün nədən hamama tuş düzəltmişəm mən. Belə qazi belə yerdə mi yaşamalıdır? Baxın. Baxın, indi qaldığım yeri göstərirəm sizə. Baxın. Görün mən nə cürə yaşayıram. Bura mənim otağımdır, uşaq otağıdır. Baxın. Görün qazinin kuklansına baxın. Qeyrətli analarımız, qeyrətli qardaşlarımız. Sizlərə səslənirəm. Xahiş edirəm. Köməkdarlıq eləyəsiniz mənə. Görün, buna baxın. Baxın qardaşlar. Qeyrətli analar, qeyrətli bacılarımız. Baxın. Salam əleykum. Mən Həsənov Sərdar Rüstəmoğlu. 44 günlük Vətən müharibəsinin qazisiyəm. Mənim sözüm buradan qeyrətli analarımıza, bacılarımıza, qardaşlarımızadır. Və qeyrətli blogerlərimizədir. Çox pis vəziyyətdə yaşayıram. Özümün himayəmdə azyaşlı övladım var. Üzr istəyirəm, ayrılmışam. Tək böyüdürəm övladımı. Sizlərdən xahiş edirəm, mənə köməkdarlıq eləyəsiniz. Özünüz bilirsiniz ki, bütün rayonlarda dövlət qurumları qazilərinə, şəhid ailələrinə, şəhidlərinə biganə yanaşır. Baxmır. İçində də həmçinin mən. Dəfələrlə görəm bu icra hakimiyyətinə üst tutmuşam. Yaşadığım yerlə bağlı, filan problemlərimlə bağlı dəfələrlə müraciət etmişik və baxılmayıbdır. İndi də gedirik icra hakimiyyətinə, əllərinə bir kozu var. Niyə biz kimə deyək dərdimizi? Bizim bir dənə çarəmiz qalır. Qeyrətli analarımıza, bacılarımıza, qardaşlarımıza və qeyrətli blogerlərimizə səslənirəm. Xahiş edirəm, mənə köməkdarlıq eləyin. Bu evimi düzəldim. Xahiş edirəm sizdən. Artıq dərəcədə xahiş edirəm. İşləyə bilmirəm. Vallahi işləyə bilmirəm. Himayəmdə azyaşlı övladım var. Uşağı qoyub işləyə bilmirəm. Ayıfçılıq bir şey deyil. Gedib ayaq yolu qazaram. Gedib o daş ataram. Gedib kiminsə ayağının altı süpürərəm. Mən ona pis baxmıram. Heç kim də pis baxa bilməz ona. Sadəcə olaraq övladımı qoyub işləyə bilmirəm. Xahiş edirəm, mənə köməkdarlıq eləyəsiniz. Bəyənin, paylaşın bu videonu. Bu hər bir kəs görsün. Bu videonu baxın və dəstək olun mənə. Xahiş edirəm sizdən.